Dostlar salam. Mən həmişə deyirəm ki, hamı bu dəqiqə sosial şəbəkələrdə qaraciyər müalicə eləyir. Qaraciyərin çəkisi 1200-1800 qramdır. Amma 80 qram olan mədə-altı vəzini hamı unudur. Amma mən sizə deyim ki, mədə-altı vəzi 2 gün adamı öldürə bilər. 2-cə günə mədə-altı vəzidən ölüm görmüşük biz bir neçə dəfə. Mədə-altı vəzi əsasən orqanizmdə nə üçün lazımdır? Bu var xarici sekresiya funksiyası, yəni belə deyək, bağırsağa fermentlər ifraz eləyir. Amilazadır, lipazadır, tripsindir, hemotripsindir və yaxud da var daxili sekresiya, yəni hormonlar istehsalı ifraz eləyir qana. İnsulindir, glukagondur, somatostatindir və s. Yəni, mən sizə çalışacağım sadə dildə izah eləyim. Çünki çox tibbi terminologiyaya daxil olsam, bu sizə aydın olmayacaq. Yəni, bu video sadə insanlar üçün nəzərdə tutulub. Həkimlər bunu onsuz da bilirlər və bilməlidirlər. Deməli, mədə-altı vəzi problemi yarananda həm həzm pozulur, ümumiyyətlə bütün orqanizm funksiyası pozulur. Hormonlar da dediyim kimi ifraz eləyir axı. Ona görə bütün orqanizmə təsir eləyir. Mədə-altı vəzində iltihabı nədir bizdə? Pankreatit. Pankreatit kəskin formada ola bilər, xroniki formada. Hətta bəzən mədə-altı vəzinin sadə dildə desək, toxuması başlayır çürüməyə, buna pankreanikroz deyirlər. Hətta bəzi pasiyentlər böyük əməliyyatlara gəlib düşürlər axırda. Hansı insanlarda ən çox mədə-altı vəzi problemləri ola bilər? Ən çox alkoqoliklərdə. Daimi spirtli içki qəbul edən insanlarda demək olar ki, 100% xroniki pankreatit var, hansı ki, periodik kəskinləşir. Toksiki zəhərlənmələr, cürbəcür toksiki maddələrdən zəhərlənmə, bəzi dərman vasitələrini uzun müddət içəndə mədə-altı vəzi əziyyət çəkir. Öd daşı xəstəliyi, kimin ödündə daş varsa, əksər hallarda mədə-altı vəzidə də problem yaranır. Ümumiyyətlə, mən həmişə deyirəm ki, bizim insanlar elə bilir ki, öd kisəsini daşla bərabər çıxartdınız, o ilə problem qutardı. Amma problemlər hələ indi başlayır. Çünki ödün içində yaranan daşı hansısa bir səbəb yaradır və o səbəbi biz aradan götürmürük. Biz öd kisəsinin daşı çıxartdıq, bəs o səbəb... Bəzi insanlarda metabolik sindrom olur. Köklükdür, pankreatitdir, öd daşıdır, şəkərli diabetdir. Buna metabolik sindrom deyirlər. Yəni, təbii ki, çox ciddi bir problemdir bu metabolik sindrom. Əsasən, mədə-altı vəzinin əlamətləri, ağrıları, yəni pankreatitin əlamətləri nədən ibarətdir? Qarında, belə deyək, göbək ilə mədə arasında ağrılar, kəskin ağrıları yaranır. Bəzən sol tərəfə yönələ bilər ağrılar, bəzən kəmərvari xarakter daşıyır. Təbii ki, fermentlər istehsal edirsə mədə-altı vəzi və bu günləri pankreatit olubsa, deməli, ferment istehsalı da pozulub. Deməli, həzm pozuntusu olur, köp olur, sonra ishal ola bilər, qarın getmə. Bəzi hallarda qəbzlik ola bilər. Amma ən çox kəskin ağrılar. Sonra ürək bulanma, qusma ola bilər pankreatitlərdə. Təbii ki, əgər pankreatit, mədə-altı vəzi, insulin və glukagon hormonların ifraz edirsə, deməli, bu tərəfdən də pozulma, yəni şəkər də qalxacaq, şəkərli diabet də yarana bilər. Bəs nə etmək lazımdır? İlkin olaraq biz ultrasəs müayinəsi keçiririk və 2 əsas analiz verilməlidir. Qanda amilaza, sididə diastaza. Bununla yanaşı təbii ki, verilməlidir qanın biokimyəvi analizi, qanın ümumi analizi, sidiyin ümumi analizi. Yəni, pankreatit çox ciddi problem olduğuna görə bütün analizlər verilməlidir. Amma əsas göstəricilər bizdə ultrasəs müayinəsidir, qanda amilaza və sididə diastaza. Amma mən sizə deyim ki, bəzi hallarda ultrasəs müayinəsində tam aydın bilinmir və kompüter tomografiyasına ehtiyac olur. Yəni, bu hallarda olur. Yəni, tam diaqnostikası. Ümumiyyətlə, pankreatiti evdə müalicə eləmirlər. Kəskin pankreatiti pasiyent xəstəxanada yatmalıdır. Pankreatitin ilkin müalicəsi soyuq və aclıqdır. Qolud i xolud deyirlər ruslar. Yəni, soyuq və aclıq bu pankreatitin ilkin müalicəsidir. Bəzi pasiyentlər olur ki, hətta bir neçə gün ac saxlayası oluruq.
Kəskin pankreatitlə pasiyent xəstəxanaya düşərkən inanın 3 litr yarım, 4 litr hərdən ehtiyac olur sistem köçürtməyə. Yəni bu çox ciddi bir problemdir. Biz birdən-birə oturub bir qab belə deyək də yeməyi para çörəklə yeyəndə elə bir mədə-altı vəzinin belin qırdıq. Mədə-altı vəzini yükləyirik. Yəni daimi birdən-birə çoxlu yeyən insanlarda da pankreatit yarana bilər. Yenə dediyim kimi, pankreatit çox ciddi problemdir. Qaraciyəri düşünəndə mədə-altı vəzin də düşünün. Hətta hərdən elə olur ki, mədə-altı vəzinin baş hissəsində proses olanda, pankreatitdə ödem olanda bağırsağa öd axmağı da çətinləşir və bu gətirir çıxardır bilirubinin qalxmasına, sarılığa gətirib çıxardır və digər fəsadlara. Əsasən də yadımdan çıxmışdı, unutmuşdum deməyə, pankreatit zamanı həmin o fermentlər başlayır mədə-altı vəzinin içində aktivləşməyə. Həddindən tez və həddindən çox aktivləşir və başlayır mədə-altı vəzinin öz toxumasını əritməyə, parçalamağa. Və bu da çox ciddi problemlərə gətirib çıxardır. Hətta pankreanikroza, qarın boşluğunda maye yığıla bilər, o mayeye infeksiya qoşula bilər. Bu halda artıq əməliyyata ehtiyac olacaq. Ümid eləyirəm ki, bu 6-7 dəqiqə ərzində mədə-altı vəzi haqqında bir faydalı məlumat verdim. Videonu sona qədər izlədinizsə, videonu bəyənin, paylaşın. Mədə-altı vəzi çox mühüm bir orqandır. Demək olar ki, qarın boşluğunun ən təhlükəli üzvüdür mədə-altı vəzi. Ona görə mədə-altı vəzini qorumaq lazımdır dostlar. Həmişə sağlam olun, çox sağ olun, minnətdaram.